Mən burada Toyota, Hyundai və yaxud da Kia'nın marka təmsilçisi olaraq gəlməmişəm. Sadəcə mən bunlara xidmət göstərirəm. Yəni bunların belə deyək də bir servisi olaraq mən Allah eləsin problemləri bol olsun. Allah xidmətinizi ali eləsin. Yox, tək problemlər olmasın, amma problem olsa biz nədən ötəri varıq ki? Biz problemi həll eləmək üçün. Yəni biz problemi həll eləmək üçün varıq. Əgər biz bir problemi çalışdığımız qədər o problemi həll eləməyə çalışırıq. Ola bilər biz hamısını bütün problemləri həll eləyə biləcək şey deyilik ki, ola bilər ki biz hansısa problemi həll eləyə bilməyək. Bu şey də ola bilər. Amma elə aktual problemi yoxdur da bunda Kia'nın. Yox, olanda olur, niyə olmur ki? Yəni belə konkret ağlıma gəlmir, amma olanda olur da, markadır. Bir 10 dənə usta gəzib, məsələn, atıram Aston Martin'in bir dənə maşın xoda düşməyib, 34-cü ustanı, mən Hyundai Kia-da elə şey görmüşəm. Toyota Lexus-u qoyuram da, Toyota-da başlayır. Yox, Toyota'nın nəyi ola bilər? Toyota'da da və Kia-da da ola bilər. Kia-da çox rast gəlinən bir şey deyil. Toyota'da mən rast gəldiyim bir şey deyim. Hansı ki, avtomobili özündən çıxardıblar. Yəni, avtomobil olubdur Yapon bazarı üçün, hansı ki, rul sağ tərəfdə olub, bunu qarışdırıblar, tok sistemin piskünə qoyublar. Bu avtomobil markalıq deyil, bu avtomobillik deyil də. Yəni, bunu düzgün təmir eləməyiblərsə, bu avtomobildə qeyri-adi problemlər baş verə bilər. Bu normal bir şeydir.